Möcüzələr bugün tibbdə, xüsusən möcüzələr nəyə bağlıdır? Ən möcüzəli nəticələrdən biri xüsusən xərçəng diaqnozu olan insanların uzun illər yaşaması, bu xəstəlikdən tamamilə qurtulması və özünün normal sosial həyatını bərpa edib, öz istədiyi, arzu etdiyi formada həyatını davam etdirməsidir. Həyatınızda gördüyünüz ən böyük möcüzə nə olub? Hansısa xəstənin sağalmasında ilahi möcüzə görmüsünüzmü? Möcüzələr bugün tibbdə, xüsusən möcüzələr nəyə bağlıdır? Bilirsiniz, bəzən böyük toplumun bugün də qəbul etdiyi ki, xərçəng xəstəliyindən sonra, yəni xərçəng, digər müxtəlif orqanların xərçəng xəstəliyindən sonra mütləq şəkildə insanların letallıqla nəticələndiyini, yəni gözləyir insanlar. Bəzən həkimlərin əksəriyyətində də bu belədir, bunu düşünürlər. Mənim üçün ən möcüzəli, ümumiyyətlə, əməliyyatlardan, müalicələrdən sonra ən möcüzəli nəticələrdən biri xüsusən xərçəng diaqnozu olan insanların uzun illər yaşaması, bu xəstəlikdən tamamilə qurtulması və özünün normal sosial həyatını bərpa edib, öz istədiyi, arzu etdiyi formada həyatını davam etdirməsidir. Mən adətən bütün möcüzələri insanların daha çox qorxduğu bir məsələnin qorxulu olmayıb, çox da gözəl nəticə verdiyi hallara bağlayardım. Yəni, mənim üçün möcüzə bu hallardır.